Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuzu İtalyancaya ayırmaq istəyirəm. Niyə məhz İtalyanca soruşduqda isə mən cavab olaraq bildirmək istəyirəm ki, İtalyan dili dünyanın ən melodik və romantik dillərindən biri kimi hesab olunur. Həmçinin İtalyan dili öyrənilməsi ən zövqlü olan dillərdən biridir. Bunu kimsə öyrənmək istəsə görəcək ki, İtalyan dili həm maraqlı dildir, həm də çox da çətin olmayan bir dildir. Yəni asan dillərdən biridir İtalyan dili. Bugün İtalyancada salamlaşma ifadələrini və hal-əhval tutmanı biz öyrənəcəyik. Necə hal-əhval tutulur və necə salamlaşırıq. O zaman İtalyanca ilk öncə salamlaşmadan başlayırıq. İtalyancada salamlaşma ciao deməkdir. Ciao, salam. Ciao, salam. Amma burada bir nüans var. Ciao sözünü rəsmi danışıqlarda istifadə etmirik. Ciao yoldaşlar arasında gündəlik istifadə etdiyimiz bir salamlaşma növüdür. Ciao, salam. Daha rəsmi danışıqlarda, kontekstlərdə isə salve deyə istifadə edirik. Salve, salam. İkisi də salam deməkdir. Amma biri gündəlik danışıqda, biri isə rəsmi danışıqlarda istifadə olunur. Ciao, salam. Salve, salam. Buongiorno. Buongiorno, sabahınız xeyir və yaxud da ki, sabahın xeyir. Buongiorno, sabahınız xeyir. Buon pomeriggio. Buon pomeriggio. Günortanız xeyir. Buon pomeriggio. Axşamınız xeyir demək üçün isə buona sera deyə istifadə edirik. Buona sera. Buona sera, axşamınız xeyir. Gecəniz xeyrə qalsın deyə istifadə etdikdə isə buona notte. Buona notte deyə istifadə edirik. Buona notte. İndi isə keçirik hal-əhval tutmaya. Burada bir şey çatdırım. Hal-əhval tutmada qrammatik qaydalar var. Burada bəzi nüanslar var. Biz o qrammatik qaydalara girməyəcəyik. Necəsən? Come stai? Necəsən? Come stai? Burada da bir nüans var. Come stai deyilir gündəlik danışıqda. Yəni dostlar, yoldaşlar arasında come stai. Yəni axırı yığla. Come stai? Necəsən? Necəsən? Come stai deyə istifadə edirik. Amma rəsmi danışıqlarda daha hörmət mənasında istifadə etdikdə come sta, axırı ana. Come sta, necəsiniz? Yəni bu necəsiniz cəm formasında deyil. Necəsiniz? Bu rəsmi danışıqda, rəsmi kontekstdə istifadə olunur. Come sta, necəsiniz? Come sta isə necəsən deməkdir. Bunun cavablarına keçirik. Sto bene, yaxşıyam. Sto bene, yaxşıyam. Male, pis deməkdir. Sto male, pisəm. Sto bene, yaxşıyam. Male və yaxud da ki, sto male, pisəm. Molto bene, çox yaxşıyam. Molto bene, molto bene, çox yaxşıyam deməkdir. Molto çox deməkdir. Bene, yaxşı deməkdir. Molto bene, çox yaxşıyam və grazie. Grazie, təşəkkür edirəm deməkdir. Grazie. Bir misal olaraq, bir misal göstərək. Misal üçün biri sizdən soruşur. Come stai? Necəsən? Come stai? Təsəvvür edək ki, bunu sizdən dostunuz soruşur. Come stai deyə müraciət edir. Come stai? Necəsən? Avtomatik olaraq cavab verirsən. Grazie, təşəkkür edirəm. Sto bene, yaxşıyam. Come stai? Grazie, sto bene. Biri sizdən soruşduqda isə come sta, necəsiniz deyə soruşduqda isə yenə grazie, təşəkkür edirəm. Sto bene, yaxşıyam və yaxud da ki, sto male, pisəm deyə cavab verirsən. İndi burada avtomatik olaraq qarşı şəxsdən onun necəliyini soruşmaq istəyirsən. Əgər biri sizdən come stai deyə soruşduqda sən ona e tu deyəcəksən. E tu, bəs sən? Biri sizdən soruşdu, sən necəsən? Dedin, mən yaxşıyam, bəs sən? O zaman e tu deyə ondan soruşacaqsan. E tu, bundan əvvəlki videomuzda İtalyan dilində şəxs əvəzliklərini keçmişdik. Orada tu sən deməkdir. E tu, bəs sən? Amma rəsmi danışıqda biri sizdən come sta ilə soruşdu. Come sta, necəsiniz? Siz durub ona bəs sən necəsən deyə demək olmur. Bəs siz necəsiniz? O zaman deyəcək ki, eley, bəs siz eley deyə biz müraciət edəcəyik. Bugünkü mövzumuz bu qədər. İtalyancada biz salamlaşma, günün istənilən mövzuların, günün istənilən vaxtlarında salamlaşmanı və hal-əhval tutmanı öyrəndik. Ümid edirəm ki, bu videoya baxan şəxslər nəyisə öyrənmiş olacaq. Bizim bu videomuza baxanlara, bəyənənlərə, hər kəsə öz təşəkkürümü bildirirəm.